Şef, 2 nəfərlik 40 manata nə hazırlaya bilərsin? 40 manada yox, 39 manada 2 nəfərlik bir set var. Əla, ona nə daxildir? 10 dəqiqə göstərəcəm. Əla, 10 dəqiqəyə gəlirəm. Bir şiş Adana kebabı, bir şiş toyuq Adana kebabı, bir şiş dana əti kebabı, bir şiş köftə, bir şiş toyuq qanadı, bir şiş ciyər kebabı. İsti kebab yağlı pəti, isti kebab yağlı pəti, doymaq olmur yenə gətir, doymaq olmur yenə gətir. Ay kişi, bu nədir? Deməli dostum mənim, vişnə pomidor salatı, haydari, acılı əzmə, çiğ köftə, lahmacun və əlbəttə ki yanında asasi kebab, düyüsü və kartoşka frisi ilə. Alasına 2 nəfərlik set 40 manada yox, cəmi 39 manada. 2 nəfər üçün əla deyir. Sən bunu indidən niyə bişirdin? Demədin 40 manada nə verə bilərsən, deyə 39 manada. Dedim nə verə bilərsən. Demədim ki, bişir. Hə, yaxşı da uzatma, qonaqları çağır, gəlib yesinlər. Dostum bir həftədən sonra yoldaşı ilə gələcəkdi. Nətər bir həftədən sonra? Bir şey hazırlamışam. Mən də elə onu deyirəm də, sən bunu niyə hazırladın? Jim nətər demişdi? Derci gitaro. Kişinin başını işgələr, ye. 40 manatda ödəyərsən kassaya. Bəşədin 39-dur. Sən 40 dağız var.